Hər vaxtınız xeyir olsun. Bu dəfə Aynada tam yeni formatla qarşınızdayıq. Bizdən soruş layihəsi ilə siz artıq hər fikrinizi, iradlarınızı, təkliflərinizi bizə ünvanlaya bilərsiniz. Necə deyə sual versəz, sosial şəbəkə hesablarımızda müvafiq postlara şərh yazaraq öz suallarınızı ünvanlayacaqsınız. Biz isə bu sualları ən doğru ünvana çatdıracağıq. Necə ki, indi edirik. Emin müəllim bizimlədir. Emin müəllim Sərnişin Daşımalar Departamenti və İctimai Nəqliyyat Şöbəsinin müdürüdür. Sərnişin daşımalarla bağlı yaranan sualların cavablarını bizə bu dəfə o verəcək. Emin müəllim, necəsiz? Sağ olun, yaxşıyam və belə deyək də izləyicilərimizin, vətəndaşlarımızın suallarını cavablandıranda daha yaxşı olacaq. Emin müəllim, uzun illərdir bu sahədə çalışırsınız. Yorucu deyil. Bu sahə mürəkkəb bir sahədir və hər zaman göz önündə olan bir sahədir. Ancaq biz bu sahədə işləməkdən və bu sahədə xidmət göstərməkdən qürur duyuruq və daha da yüksək səviyyəli işlər həyata keçirəcəyik və sərnişinlərimizə xidmət göstərəcəyik. Əməm, yəqin ki, burada olan sizə verəcəyim suallarla siz dəfələrlə qarşılaşmışsınız və televiziyalarda, radio verilişlərində cavablar vermişsiniz. Amma burada bizim tam yeni suallar da var və əsasən ictimaiyyətin, sərnişinlərin maraqlandıran suallar olacaq. Sizin üçün də uyğundursa biz başlayaq. Başlayaq. Yeni marşrut şəbəkəsi üzrə xəttlər və nömrələmə zonalar üzrə necə bölünüb? Hansı zonada nömrələmə necə olacaq? Deyə izləyicilərdən biri sual verib. İlk öncə deyim ki, Bakı şəhərinin yeni marşrut şəbəkəsi Bakı şəhərinin rəqəmsal əkizi əsasında yaradılıb və onun əsasında təşkil edilir. Və bu işlər davamlı şəkildə gedir. Çünki sərnişin daşıma sahəsi bu canlı bir orqanizmdir deyənə, burada proseslər bir qədər mürəkkəbdir və müəyyən təhlil və araşdırma tələb eləyir. Və bu istiqamətdə bizim artıq işlər gedir. Burada həm vətəndaşların əlçatanlığı nəzərə alınır, burada əlaqəlilik nəzərə alınır. Yəni, bütün bu məqamlar nəzərə alınaraq marşrut şəbəkəsi formalaşdırılaraq təşkil olunur. Eyni zamanda paralel olaraq bu nömrələmə də həyata keçirilir, marşrut nömrələməsi. Bu necə olur? Bakı şəhərində müəyyən zonalara ayrılır və hər bir zonanın bir nömrəsi müəyyənləşdirilib. Misal olaraq, şəhər mərkəzi bir nömrə və həmin zonalara əlaqələndirən marşrutların nömrələrə uyğun olaraq ümumi marşrut nömrəsi müəyyənləşdirilir. Bu formada marşrutların adlandırılması, nömrələnməsi həyata keçirilir. Belə deyək, məsələn, Binəqədi rayonu üçün ayrı bir nömrələmə. Belə deyək də, bir neçə ola bilər rayon bir zonaya düşsün. Yəni, bu artıq müəyyən təhlil əsasında mütəxəssislər tərəfindən müəyyənləşdirilib. Hövsan ərazisi misal olaraq 2 nömrə tutaq ki, və yaxud da şəhər mərkəzi 1 nömrə. Şəhər mərkəzi ilə həmin zonanın əlaqələndirən marşrutların nömrəsi həmin o 2 zonanın nömrəsindən ibarət olacaq. Eyni zamanda müəyyən zonaların bir-biri ilə əlaqələnməsi, zona daxili marşrutlarda da həmin zona üzrə müəyyən olmuş nömrələrdən istifadə olunacaq. Yəni, bu proses bu formada davam etdirilir. Növbəti suala keçmək istəyirəm. Nəyə görə ən çox şikayət olunan və problemli xəttlər? 50, 166, 107, 132, 186 və s. qala-qala başqa xəttlər təkrar müsabiqəyə çıxarılır. Qeyd etdiyim və bu qəbildən digər xəttlərin bir qismi uzun müddətdir dəfələrlə şikayət və çəkilişlər olsa belə müsabiqəyə çıxarılmayıb. Qaç şirkətində 15, 131, 166, 64 nömrəli xəttlərdə avtobuslar bərbad halda olsa da 76, 78, 216, 184 nömrəli xəttlər bu daşıyıcıya həvalə olunub yenidən. Növbətdə izləyici belə bir sual verib. İlk öncə onu bildirim ki, marşrutlar üzrə avtobusların yenilənməsi bu proses davam edilir, özü sürətli şəkildə gedir və biz öncədən bütün sahibkarlara, bütün daşıyıcılara xəbərdarlıq edilirik və bildiririk ki, avtobus parkının yenilənməsi mütləqdir. Daha müasir, daha ekoloji təmiz avtobusların istismarı zəruridir və öz istismarlarında olan xəttləri yeniləsinlər. Və bu proses daşıyıcılar tərəfindən avtobuslar gətirilir. Eyni zamanda biz müsabiqələr keçiririk və hər bir daşıyıcı, digər şəxslər tələblərə uyğun avtobusları varsa, həmin müsabiqədə iştirak edə bilərlər. Belə olan halda müsabiqə nəticəsində daşıyıcı marşrutun istismarı ona həvalə olunur və eyni zamanda
bütün daşıyıcılar hansılar ki, avtobuslarını yeniləmirlər, siz qeyd edəcəyiniz marşrut nömrələri də, həmin marşrutlar da mərhələ ilə müsabiqəyə çıxarılacaq. Yəni bu proses davamlı şəkildə gedir. Belə bir sual vermək istəyirəm mənim. Bəs bu daşıyıcılara neçə ilə icazə verilir? Yəni məsələn bu filan ildən filan ilə qədər mi icazə verilir, yoxsa necə bir? Bu Nazirlər Kabinetinin əlqisaylı qərarı əsasında müsabiqə keçirilir və müsabiqə qaydalarına uyğun olaraq komissiya tərəfindən 3 ildən 5 ilə kimi müddət əsasında həmin daşıyıcıya müqavilə bağlanılır, qalib daşıyıcı. Məsələn, 3 ildən 5 ilə qədər bu daşıyıcı istədiyi nəqliyyat vasitələrini istifadə edə bilər burada, yoxsa müəyyən bir kriteriyalar var ki, bunun üstündə məsələn avtobuslardan istifadə olunsun? Daşıyıcı müsabiqədə iştirak etdikdə, təqdim etdiyi nəqliyyat vasitələrini, hansı nəqliyyat vasitəsinə qalib olduqda, həmin nəqliyyat vasitələrinə uyğun olaraq müqavilə bağlanılır və həmin müqavilə əsasında da həmin nəqliyyat vasitələri istismar edilməlidir. Lakin daşıyıcı həmin nəqliyyat vasitələrindən daha yenisini, daha yaxşısını aldığı təqdirdə həmin avtobusları yeniləyə bilər. Və əgər daşıyıcı həmin müqavilə şərtlərini pozduğu təqdirdə onunla bağlanmış müqaviləyə xitam verilir və marşrut yenidən müsabiqəyə çıxarılır. Mən növbəti suala keçmək istəyirəm. Şəhər daxilində böyük məsafədə 1 və ya 2 avtobusla fəaliyyət göstərən 52 və 37 kimi xəttlərin bağlanması və ya optimallaşdırılaraq canlandırılması nəzərdə tutulurmu? Ümumiyyətlə marşrut şəbəkəsi yenidən formalaşdırılır və bu təhlil prosesi davam etdirilir. Sözsüz ki, müəyyən marşrutlar ola bilər ki, daha uyğun deyil və onların əlaqəliliyi və əhatəliliyi qənaətbəxş deyil. Bu baxımdan həmin marşrutlar daha optimal fəaliyyətinin təşkili nəzərdə tutulub. Ola bilər həmin əraziləri əlaqələndirən, ümumən digər marşrutların təşkili həyata keçirilsin. Müəllim, bəs belə bir sual mənim özümdə yarandı. Bu xəttlərdə ümumiyyətlə minimum bir say varmı ki, avtobus sayı nə qədər olmalıdır? İzləyici qeyd edib ki, 52 və 37-də 1 və ya 2 avtobusla təmsil olunur. Ümumiyyətlə, hər bir marşrut üzrə avtobus sayını sərnişin tələbatına uyğun müəyyənləşdirilir və ola bilər ki, hansısa marşrutda daha az sayda olsun, digər marşrutda daha çox sayda avtobus olsun. Dediyim kimi, sərnişin minimum nə qədər olur məsələn? Minimum 3-də ola bilər, 2-də ola bilər, 5-də ola bilər. Artıq bu marşrutun istismar fəaliyyətindən asılıdır və onun olan tələbatdan asılıdır. Ola bilər hansısa marşrutda sərnişin tələbatı bir qədər azdır və marşrut daha optimal fəaliyyətinə zərurət yaranır. Burada artıq marşrut xəttinin yenidən təşkili və onun daha optimal fəaliyyəti həyata keçirilir. Onda biz 52 və 37 nömrəli marşrutları qeyd edirik. Onların daşıyıcılarla əlaqə saxlayırıq. Növbəti suala keçmək istəyirəm. Yeni marşrut açılarkən və ya mövcud marşrut dəyişdirilərkən əsas prioritetlər nələrdir? Yəni, nəyə uyğun bir marşrut xəttini dəyişdirirsiniz? Burada zərurət nələrdir? Yeni marşrut təşkil olunarkən eyni zamanda mövcud hər hansısa marşrutun hərəkət istiqamətinin dəyişdirilməsi ilk öncə bu bir tələbatdan yaranan, bir zərurətdən yaranan prosesdir və burada həm Bakı şəhərinin rəqəmsal əkizindən istifadə olunur. Burada vətəndaşlardan daxil olan müraciətlər, eyni zamanda yol infrastrukturu müəyyənləşdirilir. Həmin ərazidə ictimai nəqliyyat vasitələrinin daha təhlükəsiz, daha sərbəst hərəkəti və manevr üçün imkanın, şəraitin olmadığı müəyyənləşdirilir. Eyni zamanda sərnişinlərin tələbatı. Və bunlar hamısı nəzərə alınaraq yeni marşrutun təşkili həyata keçirilir və yaxud da hər hansı bir marşrutun hərəkət istiqamətinin dəyişdirilməsi təmin edilir. Mən istəyirəm ki, növbəti sualımıza keçid edək. Belə bir sual var. Binə qəsəbəsində 160, Ramana qəsəbəsi şəhərciyində 214 nömrəli xəttlərin həddən artıq yüklənməsinin və bu xəttlərdən asılılığın azaldılması üçün hansı yeni xəttlər nəzərdə tutulur? Hər bir halda, hər hansı bir marşrutda tələbat yüksək olduqda və sıxlıq yarandıqda həmin xətt üzrə avtobus sayının artırılması ilk öncə təmin edilir və göründükdə ki, avtobus sayının artırılmasına əlavə olaraq əlavə yeni xəttin təşkilinə zərurət var. Bu halda yeni marşrut təşkil olunur və eyni zamanda qeyd etdiyiniz ərazilər üzrə də əlavə marşrutların təşkili nəzərdə tutulub.
Deməli, növbəti suala keçək. Bəzi müsabiqələrin nəticələri, bəzi xəttlərin karta keçməsi, bəzi xəttlərdə trayektoriya dəyişikliyi barədə məlumatlar niyə bölüşülmür? Məsələn, 108B nömrəli xəttin trayektoriya dəyişikliyi, 146 nömrəli xəttin müsabiqə qalibi, 56 nömrəli xəttin karta keçməsi və digər suallar. Mütəmadi olaraq müsabiqə nəticələri barədə nəticələr ictimaiyyətə bildirilir. Eyni zamanda hər hansı bir müvəqqəti dəyişikliyin olsun və yaxud da yeni marşrutun təşkili bağlı ilə bildirilir. Ola bilər hansısa bir xəttdə sınaq məqsədi ilə hansısa dəyişikliklər olsun. Ancaq ümumən daimi dəyişikliklərin hər birinin çalışırıq ki, ictimaiyyətlə bölüşək. Ola bilər hansısa test olunsun, hansısa xəttdə ərazi test olunsun, infrastruktur test olunsun. Bu halda paylaşım olunmur və daimi dəyişiklik olduqda isə sözsüz ki, ictimaiyyətlə bölüşülür. Deməli, növbəti sualımız isə belədir. Brutto müqavilənin şərtləri necə olacaq? Hansı halda daşıyıcılara cərimə mexanizmi tətbiq ediləcək? Xəttdə yeni avtobus olmasına baxmayaraq, nizamlı fəaliyyətdən yayınan müqavilə şərtlərini pozan daşıyıcılar xəttdən kənarlaşdırılacaqmı? Ümumiyyətlə, ilk öncə deyim ki, brutto müqavilə daşıyıcıların fəaliyyətində, sərnişin daşıma sahəsində hər kilometrə görə ödənişin edilməsi bir sistemidir və brutto müqavilələrin əsasında daşıyıcılara hər kilometr üzrə dövlət tərəfindən subsidiyalar təqdim ediləcək və bu proses üzərində müəyyən tədbirlər gedir və bu proses icra edildikcə onun şərtləri və onunla bağlı müəyyən proseslər ictimaiyyətə bildiriləcək. Mən brutto müqaviləsində həm bizim gözləntilərimiz çoxdur, həm də sərnişinlərin gözləntiləri çoxdur. Burada da məsələn suallar əsasən bir-birinə oxşardır. Hamı məsələn qaydalara riayət etməyən daşıyıcılarla, qaydalara riayət eləməyən sürücülərlə bağlıdır əsasən bu suallar və brutto müqaviləsindən sonra bayaq dediyimiz hansısa cərimə tətbiqi mi olsun, hər hansı bir məhdudiyyət qoyulmaq mı olsun daşıyıcılara? Yəni o olacaqmı, yoxsa daha belə deyək, kapitalist bir yanaşma mı olacaq? Əlbəttə, hər bir halda bu prosesə nəzarət həyata keçiriləcək və bununla bağlı da müəyyən tədbirlərin görülməsi nəzərdə tutulub. Buna əlaqədar olaraq qaydalar müəyyənləşdirilib və bununla bağlı müəyyən olunan qaydalarla bağlı proses artıq başladıqda ictimaiyyətə məlumat veriləcək. 165 və 40 nömrəli xəttlərdə avtobuslar yenilənəndə bildirildi ki, orta tutumlu King Long markalı avtobuslar cəlb olunub. Müsabiqə şərtlərinə əsasən isə bu xəttlərə böyük tutumlu avtobuslar tələb edilirdi. Nəyə görə müsabiqə yekunlaşdıqdan sonra xəttlərə böyük tutumlu avtobuslar cəlb olmadı? Onu qeyd edim ki, qeyd edilən həmin marşrutlarda müasir böyük tutumlu avtobuslar fəaliyyət göstərir. Belə ki, 10 metrdən ölçüsü 10 metrdən 12 metrə qədər olan avtobusların böyük tutumlu avtobuslar kimi qəbul edilir. Həmin King Long markalı avtobuslarda 10 metr 50 sm ölçüsü olduğu üçün onun da böyük tutumlu kateqoriyasına daxil edilməsi müəyyənləşdirilib. Yəqin onda marka model izləyiciləri çaşdırır belə. Ola bilər. Yəni ölçüsünə görə elə qəbul edirik 10 metrdən 12 metrə qədər və həmin avtobusların da ölçüsü 10 metrdən artıq olduğu üçün onun böyük tutumlu kateqoriyasına daxil edilir. 195 nömrəli Binə Ticarət Mərkəzi və Ələt qəsəbəsi xəttində nə zaman normal qrafiklə böyük tutumlu avtobuslar fəaliyyət göstərəcək? Bəli, Ələt qəsəbəsinə əlaqələndirən 195 nömrəli marşrutun fəaliyyətindən bizə də müəyyən şikayətlər daxil olub və onun fəaliyyəti qənaətbəxş hesab edilmir. Bununla bağlı biz marşrutun müsabiqəyə çıxarılmasını təmin etmişik və belə ki, həmin marşrutun istismar ilə bağlı heç bir iddiaçı iştirak edən olmayıb deyənə, yenidən marşrutun müsabiqəyə çıxarılması və müsabiqə əsasında həmin marşrut avtobusların dəyişdirilməsi və daha keyfiyyətli xidmətin göstərilməsi nəzərdə tutulub. Bunların cavabını məsələn təxminən nə vaxt ala bilərik? Yəni, həm biz, həm izləyicilər. Bu hər bir halda mövcud daşıyıcı istismar edir xətti və tərəfimizdən həmin daşıyıcıya xəbərdarlıq olunur. Neçə xəbərdarlıqdan sonra məsələn daşıyıcıdan xətt alınır? İlk öncə ilk xəbərdarlıq olunur və bu həm yazılı şəkildə olur, eyni zamanda daşıyıcı ilə keçirilən görüşdə də ona bildirilir. Daşıyıcı tərəfindən
həmin istiqamətdə dönüş yaratmadığı təqdirdə biz marşrutu müsabiqəyə çıxarırıq ki, daha yaxşı xidmət göstərən, bilən bir daşıyıcı iştirak etsin və qalib olsun. Belə ki, biz müsabiqəyə çıxartdıqda iştirakçı olmayıb həmin istiqamətdə və yenidən müsabiqəyə çıxarılması nəzərdə tutulub. Təxminən bu yaxın aylarda... Bəli, əlbəttə ki, proses gedir və nəzərdə tutulub. Və həmin xəttdə, məsələn, neçə avtobusun fəaliyyət göstərməsi planlaşdırılıb? Həmin xətt üzrə ilk öncə 10 avtobus müəyyən edilib və tutumu da bir qədər böyük olması nəzərdə tutulub, amma dediyim kimi, bu istiqamətdə daşıyıcı olmalıdır ki, xidmət göstərmək istəyən bir daşıyıcı olmalıdır ki, həmin daşıyıcı qalib olsun və ona havalə olunsun. Sumqayıta keçirik. Sumqayıt şəhərində kartlaşmaya nə zaman keçiləcək? Kartlaşma prosesi, bu da bir mürəkkəb bir prosesdir. Yəni, bunun birdən-birə həyata keçirilməsi, burada müəyyən məqamlar var ki, onlar hər biri nəzərə alınmalıdır. Burada həm avtobusların texniki vəziyyəti, həmin kart sisteminin onlarda tətbiqi məsələsi və bu proses artıq gedir. Mən onu qeyd edim ki, artıq Bakı şəhərinin 70%-dən çox hissəsi kart sisteminə keçidi təmin edilib və paralel olaraq Sumqayıt şəhərində də bu prosesin həyata keçirilməsi nəzərdə tutulub. Ayna bizi 2026-da sevindirəcəkmi Sumqayıtla bağlı? Yəqin ki, o proseslərdən asılıdır. Həm biz Bakı şəhərində dediyim kimi bu prosesi tamamlamağı düşünürük, hədəfləmişik. Eyni zamanda bu kart sistemi avtobusların yenilənməsi ilə paralel olaraq gedir. Həm Sumqayıt şəhərində yeni avtobuslar görəcəyik, həm də... Bəli, bu proses paralel şəkildə gedəcək. Biz bir qədər öncə Gəncə şəhərində tamamən nəqliyyat sisteminin, ictimai nəqliyyat sisteminin yenilənməsini həyata keçirdik və o mövzu da çox suallar səbəb oldu ki, nağdsız ödəniş sistemi tətbiq edildi. Yəni, bu proses dediyim kimi, həm avtobus parkının yenilənməsi ilə paralel olaraq kart sisteminin də tətbiqi həyata keçirilir. Gəncədə necədir? Yəni, qənaətbəxşdir, şey yaxşıdır orada? Əlbəttə ki, Gəncədə də tam müasir avtobuslar fəaliyyət göstərir, nağdsız şəkildə və Gəncə şəhərinin də ictimai nəqliyyatı, ümumiyyətlə marşrut şəbəkəsi yenidən formalaşdırıldı və daha optimal bir şəbəkə yaradıldı. Həmçinin paralel olaraq da marşrutlar müsabiqəyə çıxarılaraq yenilənməsi təmin edildi. Aylıq, illik və günlük tariflərə keçidə nə zaman başlanılacaq? Belə bir ümumiyyətlə plan var. Ümumən bu prosesin icra edilməsi üçün, hansısa bir tədbirlərin görülməsi üçün ilk öncə nağdsız ödəniş sistemi tamamlanmalıdır. Belə deyək, müəllim, nağd ödəniş sistemi nə vaxt bitəcək? Yəni, var, qalıb. Yəni, Bakının müəyyən ərazilərində də var, rayonlarda daha çoxdur. Yəni, bunu biz planlamışıqmı? Yəni, bu sizin yəqin ki, hesabatınızda var. Əlbəttə, maksimum tez həmin prosesin tamamlanması gözlənilir. Ancaq dediyim kimi, burada bu proses həm avtobus parkının yenilənməsi ilə paralel olaraq getməlidir. Çünki müəyyən avtobuslar var ki, onların konstruksiyası və texniki sistemi həmin nağdsız ödəniş sisteminin tətbiqinə çətinliklər yaradır. Yəni, bu proses yenilənmə ilə bağlı paralel şəkildə gedir və yenilənmə, avtobus yenilənməsi də sürətli şəkildə gördüyünüz kimi icra olunur. Daha çox daşıyıcılar maraqlı olmalıdır. Mən belə başa düşürəm. Əlbəttə ki, daşıyıcılar da maraqlı olmalıdır. Eyni zamanda aynanın da hədəfi tam nağdsız sistemin tətbiqi tamamlanmasıdır. Növbəti sualımıza keçid edirik. Bəzi avtobuslar gecələr öz vaxtında çıxmır. Məsələn, 165 nömrəli avtobusun sistemi çox qarışıqdır. 23:00-a kimi əsasən işləmirlər. Yarım saat 40 dəqiqə tez bağlanır. Bu kimi problemlər nə zaman həllini tapacaq? Ümumiyyətlə, marşrutların fəaliyyətinə ayna tərəfindən nəzarət həyata keçirilir. Belə ki, monitorinq mərkəzində də marşrutların fəaliyyəti izlənilir. Onların müəyyən olmuş iş saatı izlənməsi həyata keçirilir. Hansının ki, daha tez müəyyən olmuş iş saatından daha tez dayanması, xəttdən çıxması halları olduqda, bu daşıyıcı ilə bağlı artıq bunun məsələ qaldırılır və iş aparılır. Eyni zamanda qeyd edim ki, bu kimi halların tamamilə aradan qaldırılması və bu istiqamətdə daha nəzərə çarpan dəyişikliyin olması brutto müqavilələrinin tətbiqindən sonra daha rahat olacaq və belə olan halda hər hansı bir marşrutun müəyyən daha gecə saatlarına kimi fəaliyyət göstərməsi həyata keçiriləcək.
Daşıyıcı özü də daha maraqlı olacaq ki, daha çox gediş edir. Əlbəttə ki, burada artıq daşıyıcı maraqlı olacaq ki, müəyyən saatlara kimi işləsin, fəaliyyət göstərsin. Amma buna baxmayaraq, yenə də aynanın monitorinq mərkəzi tərəfindən nəzarət həyata keçirilir və belə hallar olduqda zəruri tədbirlər görürük. Gecə vaxtı avtobuslar arasında müəyyən, məsələn, belə deyək də, 165 nömrəli avtobuslar arasında intervallar uzanır. Yəni bunun səbəbi nədir? Hər bir halda bu normaldır və sözsüz ki, pik saatla qeyri-pik saatın, axşam saatlarının arasında olan sərnişin tələbatının, axının miqdarı, sayı o qədər də çox deyil və bunun əsasında da axşam saatlarında interval bir qədər çoxalması bu normal bir haldır. Yəni bu olmalı qaydada olur. Bəli, bəli. Sözsüz ki, hər hansı bir marşrutda tələbat olduğu kimi, istər saat 11 radələrində də sərnişin sayı çox olduqda, yəni burada dəyişiklik olmur. O artıq sərnişin axınının, sərnişin sayının azalması, artması onun əsasında təhlil edilərək hərəkət cədvəlləri hazırlanır. Əməlim, bəs izləyicinin qeyd elədiyi kimi saat 23:00-da kimi işləməyi nəzərdə tutulan marşrut xəttinin əgər 23:00-dan yarım saat 40 dəqiqə tez işinin bağlanmağı, avtobusun oradan keçməməyi ilə bağlı aynı hər hansısa bir qabaqlayıcı tədbir görürmü, ya tənbihləyici bir tədbirmi deyək, hər hansısa bir cərimə sistemimi deyək, belə bir nüanslar varmı orada? Əlbəttə, ayna tərəfindən ilk öncə belə hallar olduqda daşıyıcı ilə iş aparılır. Da həmin daşıyıcı xəbərdarlıq olunur və daşıyıcının hərəkət sistemindən yayınması, hərəkət cədvəlinin pozması halı inzibati tədbir nəzərdə tutur. Yəni bu tədbirlər də görülür. Ancaq ilk öncə biz bu halın səbəbini araşdırırıq ki, niyə görə olub? Nasazlıq ola bilər. Bəli, niyə görə olub, səbəbi nədir və daşıyıcıdan bununla bağlı izahat tələb edirik və bu halın daşıyıcı tərəfindən qaynaqlandığını, sürücü tərəfindən olduğunu gördükdə bununla bağlı zəruri tədbir görülməsi məsələsi qaldırırıq və tərəfimizdən xəbərdarlıq olunur. Yeni yasamalar ərazisinə keçək. Yeni yasamalar ərazisinə 10 nömrəli müntəzəm marşrut xətti nə zaman artırılacaq? 10 nömrəli müntəzəm marşrut xətti yeni yasamal ərazisinə alternativ olaraq mütləq lazımdır deyə bu daha çox təklif xarakterli bir sualdır, həm də sual da var. Belə deyək, yeni 10 nömrəli marşrut yasamal yaşayış kompleksi MİDA ərazisinə fəaliyyət göstərir və həmin marşrut həmin kompleksin sakinlərinin şəhərin müəyyən ərazilərinə çatdırılmasını təmin edir və qeyd edim ki, həmin xəttdə dəyişiklik edilərək onun yeni yasamal ərazisindən fəaliyyət göstərməsi xəttin nizamlı fəaliyyətinin pozulmasına gətirib çıxaracaq və burada sözsüz ki, həm dövr müddəti artacaq və sərnişinlərdə haqlı narazılıq yaranmış olacaq. Buna görə də həmin marşrutun xəttində dəyişiklik edilməsi məqsədə uyğun hesab edilmir. Növbəti sualımız daha çox şikayət xarakterlidir. Vətənaz Trans şirkətinin 12 nömrəli xətti istisna olmaqla bütün xəttlərində vəziyyət acınacaqlıdır və şirkət həqiqətən çox keyfiyyətsiz xidmət göstərir. Üstəlik 12 nömrəli xəttdə qiymətlərin qalxmasına baxmayaraq qaydalara uyğun olmayan, yəni dizel mühərrikli avtobuslar istismar olunur hələ də. Nəyə görə bu daşıyıcı cəzalandırılmır, xəttdən kənarlaşdırılmır və qiymətləri aşağı salınmır? Bu sərnişinlərə və digər daşıyıcılara qarşı açıq ədalətsizlikdir deyə izləyicilərimizdən belə bir sual gəlir. Qeyd edim ki, 12 nömrəli marşrut üzrə avtobusların yenilənməsi bir müddət qabaq həyata keçirildi. Daşıyıcı tərəfindən avtobus parkının yenilənməsi məqsədi ilə müasir avtobuslar alındı və bu prosesin davamlı şəkildə digər xəttlərin üçün də təmin edilməsi tərəfimizdən daşıyıcıdan tələb olunub və digər xəttlərin yeniləməsi həyata keçirilməyəcəyi təqdirdə sözsüz ki, həmin xəttlərlə bağlı tədbir görüləcək, müsabiqəyə təqdim olunacaq və daşıyıcının bununla bağlı həmin xəttin istismarı dayandırılacaq. Yəni 12 nömrəli xəttdə artıq siz tərəfdən xəbərdarlıq olunub. Olunub. Həmin xətt üzrə artıq 18 ədəd müasir avtobus fəaliyyət göstərir və tərəfimizdən də xəttə nəzarət həyata keçirilir və dediyim kimi həmin xəttdə avtobus sayının azaldılması və yaxud da digər hansısa bir şərtlərin, qaydaların pozulması olduqda
AYNA tərəfindən bu məsələyə müdaxilə olunacaq və tədbir görüləcək. Belə, Vətənaz Trans şirkətinin digər xəttlərindəki olan problemləri nə zaman aradan qaldırılacağı ilə bağlı sizə bir geri dönüş olunubmu yoxsa yox? Əlbəttə ki, daşıyıcı tərəfindən artıq dediyim kimi 12 nömrəli marşrut üzrə yeni avtobuslar alındı və daşıyıcı tərəfindən digər xəttlərində də yeni avtobusların alınması bildirildi. Sözsüz ki, bu məsələ tərəfimizdən izlənilir və hansısa bir addımların atılmadığı görüldükdə biz zəruri tədbir görürük. 206 nömrəli marşrut xətti müsabiqəyə çıxarıldı və yeni daşıyıcı qalib oldu. Lakin hələ də aylardır ki, sərnişinlər yenə köhnə avtobuslarla hərəkət etməli olur. 206 nə zaman yeni daşıyıcıya həvalə olunacaq? Qeyd edim ki, artıq 206 nömrəli marşrut üzrə avtobuslar yeni daşıyıcı fəaliyyətə başladı və daha müasir avtobuslar fəaliyyət göstərir. Növbəti sualımıza keçid edirik. Bəzi xəttlər uzun müddətdir müsabiqəyə çıxarılmayıb və televiziya kanallarının çəkdiyi şikayət videolarında AYNAdan alınan məlumatda hər zaman daşıyıcıya parkı yeniləmək və nizamlı fəaliyyət barədə tapşırıq verilir. Lakin tapşırığa əməl etməyən və xətti yeniləməyən daşıyıcılar hələ də fəaliyyət göstərir və xəttdən kənarlaşdırılmır. Bunun üçün daşıyıcıya hər hansı vaxt limiti qoyulurmu? Məsələn, 6 ay ərzində 50 nömrəli xətt üzrə avtobuslar yenilənməsə şirkət xəttdən kənarlaşdırılacaq kimi. Çünki 50 nömrəli xətt üzrə 1 ildən çoxdur ki, tapşırığa baxmayaraq nə avtobuslar yenilənib, nə də nizamlı fəaliyyət göstərir. Eləcə də bir çox başqa xəttlərdə vəziyyət belədir. Oxşar suallardır mənim. Bəli, oxşar suallardır. Düşünürəm ki, bu sualı mən öncədən cavablandırmışam və yenə də bildirmək istəyirəm ki, bütün marşrutları birdən dəyişdirilməsi biraz çətin prosesdir. Ona görə də buna bir prosedur lazımdır. Hər bir halda biz öncədən bütün daşıyıcılara yenilənmə barədə müəyyən xəbərdarlıq etmişik. Və bildiyiniz kimi sosial şəbəkələrdə eyni zamanda AYNAnın saytında da buna bağlı elanlar verilir, müsabiqələr barədə elanlar davam etdirilir və həmçinin qeyd edilən marşrutla müsabiqəyə çıxarılması nəzərdə tutulub. Aha. Növbəti sual, marşrut xəttlərinin təsdiqlənmiş iş qrafiki nə üçün ictimaiyyətə verilmir? Ən azından onlayn sistemdə yoxdur. Məsələn, X bir xətt üzrə interval 7-8 dəqiqə kimi elan olunsa da, realda səhərlər 15, axşamlar 12, gecələr 30 dəqiqə ilə işləyir. AYNA Maz tətbiqində də avtobusun vaxtı verilsə də, əksər hallarda göstərilən vaxtlar özünü doğrultmur. Xəttlər üzrə hər avtobusun gün ərzində reyslərinin vaxtlarına əlçatanlıq olması sərnişinlər üçün rahat şərait yaradar. İlk öncə deyim ki, marşrutların fəaliyyətinə AYNAnın monitorinq mərkəzi tərəfindən nəzarət həyata keçirilir və hər hansı bir gecikmənin baş vermə səbəbləri araşdırılır və zəruri tədbirlər, müdaxilələr olması təmin edilir. Qeyd edim ki, AYNA Maz tətbiqi sistemi yaradılıb və bunun vasitəsilə sərnişinlər həm səyahətlərini planlaya bilərlər, həm marşrutla bağlı məlumatları əldə edə bilərlər və qeyd edim ki, yəni burada bu tətbiq funksionaldır. Eyni zamanda marşrutlarda, intervallarda artımın olması, bu nəzarət olunur, bununla bağlı zəruri tədbirlər görülür. Lakin bəzən görürsünüz ki, müəyyən yollarda yaranan nəqliyyat sıxlığı və məhdudiyyətlər həmin marşrutlarda gecikməyə gətirib çıxarır ki, bu artıq interval artımıdır. Və buna görə də AYNA tərəfindən müəyyən tədbirlər görülür, avtobus zolaqlarının təşkili həyata keçirilir və düşünürəm ki, gələcəkdə bu proses davam etdirdikcə marşrutların daha nizamlı fəaliyyəti təmin ediləcək. Buradan izləyicilərə növbəti şad xəbər də vermək istəyirəm ki, AYNA Maz tətbiqi artıq yenilənib və növbəti yenilənmiş versiya artıq istifadəyə verilib. Siz də rahat şəkildə AYNA Mazdan istifadə edərək, necə deyirlər, Emin müəllimin dediyi kimi hərəkət səyahətlərinizi planlaya bilərsiniz. Belə bir sual var, maraqlı bir sualdır. 149 nömrəli avtobus 28 may metrosuna qədər xəttini uzadarsınız deyə bildirib. Belə bir şey ümumiyyətlə eləyə bilirikmi? Məsələn, istədiyimiz bir avtobus xəttini uzada bilirikmi? Yoxsa uzadırıqsa nəyə əsasən uzadırıq? İnsanların yaşayış yerinə. Hər bir halda burada bir çox məqamlar nəzərə alınmalıdır. Marşrutun həm nizamlı fəaliyyəti, eyni zamanda sərnişin tələbatı, infrastruktur, yəni bu təhlillər əsasında
marşrutun hərəkət istiqamətində dəyişiklik edilir. Qeyd edilən marşrut da 149 nömrəli marşrut sahil metro stansiyasının yaxınlığında fəaliyyət göstərir və həmin marşrutun hərəkət istiqamətinin dəyişdirilməsi onun nizamlı fəaliyyətinə mənfi təsir göstərəcəyi üçün məqsədəuyğun hesab edilmir. Binə qəsəbəsindən şəhərə nə vaxt alternativ xətt açmağı düşünürsünüz? Binədə yarım milyon əhali var, amma oradan şəhərə sadəcə 160 nömrəli marşrut gedir. Düşünürəm, bunun bir qədər öncə bu suala cavab verdik və dediyim kimi, istər Binə qəsəbəsi və istər digər qəsəbələrdə olsun, sərnişin tələbatı çox olan və zərurət yaranan ərazilərdə yeni marşrutların təşkili həyata keçiriləcək. Növbəti sual. Avtobus sürücülərinin davranış qaydalarına nəzarət olunurmu və edilən şikayətlərlə bağlı tədbirlər görülürmü? Əlbəttə ki, hər hansı bir standartı var müəllim məsələn? Onu qeyd edim ki, sürücü peşəsini seçən bir sürücü və bu şəxslər sürücü olduqda müəyyən etik davranış qaydalarına riayət etməlidirlər və sərnişinlərlə davranış məsələləri burada çox vacibdir. Bu baxımdan biz tərəfimizdən də bu proseslər nəzarət olunur və həmçinin vətəndaşlardan bununla bağlı daxil olan müraciətlər olur ki, hansısa sürücü kobud davrandı. Bununla bağlı artıq biz daşıyıcı ilə bağlı məsələ qaldırırıq və çünki həmin sürücülər daşıyıcıların işçiləri sayılır və birbaşa olaraq həmin sürücü barəsində hər hansı bir tədbirin görülmə səlahiyyəti həmin daşıyıcıya aiddir. Bu baxımdan biz həmin daşıyıcıdan məsələnin araşdırılması və zəruri tədbirlərin görülməsi, eyni zamanda sürücülərin təlimlərə cəlb edilməsi məsələsi var. Yəni bunlar nəzərə alınır və sərnişinlərdə də hər hansı bir sürücüdə kobud davranma halı olduqda aynaya müraciət edə bilərlər ki, biz də bununla bağlı daşıyıcı ilə iş aparaq. Mən belə deyək, avtobus sürücüləri günlük, aylıq yoxlanışdan keçirilmir. Həm tibbi tərəfdən, həm alkotesterlardan və bu prosesə necə nəzarət olunur? Əlbəttə, bu proses bir qanunvericiliyin tələb edir və çox mühüm bir şeydir ki, hər bir sürücü xəttə çıxmazdan öncə reys qabağı tibbi müayinəsi həyata keçirməlidir və bununla bağlı da daşıyıcılar tərəfindən sürücülərin reys qabağı tibbi müayinədən keçirilməsi təmin edilir. Bəs belə hallar aşkarlandıqda sürücüləri nələri gözləyir? Nə kimi cərimə mi olunur? Əlbəttə, bu artıq daşıyıcının, belə deyək də, daşıyıcının məsuliyyətində olan bir məsələdir ki, təmin eləməlidir ki, hər bir sürücü xəttə çıxmazdan öncə tibbi müayinədən keçmiş olsun. Növbəti sual Masazırda yaşayan bir sakindən gəlir. Qeyd edir ki, Masazır qəsəbəsində 525 nömrəli xəttin həddən çox yüklənməsinin azaldılması və alternativlərin yaradılması üçün hansı istiqamətlərə əlavə xəttlərin təşkili nəzərdə tutulur? Daha sonra qeyd edir, Masazır qəsəbəsi Memariya metro stansiyası istiqamətində hərəkət edən 525 nömrəli marşrut xəttində yeni avtobuslar xəttə verilsə də, pik saatlarda avtobuslar tələb ödəmir. Səbəb bu marşrutun Qurtuluş 93, Yeni Bakı yaşayış kompleksləri və Zəngilan Qaçqın şəhərciyindən keçməsidir. Ayna tərəfindən məktubuma cavab olaraq yeni marşrut xəttinin açıqlamasının planlaşdırıldığı deyilsə də 2-3 aydır ki, bu baş vermir. Ayna tərəfindən yeni marşrut xətti açılacaqmı? Təşəkkür edirik. 525 nömrəli marşrut, hansı ki, Masazır yaşayış sahəsinə əlaqələndirir. Artıq həmin marşrut üzrə 24 ədəd avtobus fəaliyyət göstərir ki, hansı ki, onların 20 ədədi artıq yenilənmiş avtobuslardır, müasir avtobuslardır. Böyük tutumlu. Bəli, bəli. Yeni müasir avtobuslar fəaliyyət göstərir. Qeyd edim ki, həmin marşrutun ümumiyyətlə xətti və daşınması təhlil olunur, Masazır yaşayış sahəsinin ərazisi və daha optimal sərnişin daşımanın təşkili həmin ərazi üzrə nəzərdə tutulub. Təxminən nə zamana biz bu izləyicimizə şad xəbər verə bilərik? Çünki orada bizə daha öncə məktubda yazıb Aynanın rəsmi mailinə və 2-3 aydır da xəbəri gözləyir. Biz bu izləyiciyə hər hansı bir vaxt deyə bilirikmi, yoxsa yox? Mən dediyim kimi, burada bu proses biraz mürəkkəb prosesdir. Hər bir halda hansısa bir ərazinin ümumiyyətlə sərnişin daşımasının yenidən təşkili, keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsi müəyyən zaman, müəyyən proseslər tələb edir. Dediyim kimi,
Vətəndaşa da qeyd edilən məsələ ilə bağlı müəyyən işlərin görüldüyü, prosesin başlanıldığı bildirilib və konkret bir zaman deyə bilmirik, amma İl sonuna qədər maksimum bu il ərzində həmin prosesin həyata keçirilməsi nəzərdə tutulub. Növbəti sual. Nəyə görə 2025-ci ildən başlayaraq Bakubas MMC Bakı şəhəri və ətraf ərazilərdə arxa planda saxlanıldı? Müsabiqələrdə daha çox parkı əsasən köhnə avtobusla Zəngin, Qaç, Çinartrans, Transkontrol, BMH və sair şirkətlər qalib seçildilər. Avtobusların vaxtında alınması, yeni avtoparkların yaradılması çox uzun müddət aldı və Bakubas geridə qaldı. Bu Bakubasın daimi sərnişinlərindən biridir. Hər bir halda istər Bakubas olsun, istər digər daşıyıcılar olsun, bu daşıyıcı şirkətlərdir və həmin şirkətlər sözsüz ki, hər hansı bir müsabiqədə iştirakı müstəqil şəkildə həyata keçirirlər və hər hansı bir marşrut üzrə yeniləmə həyata keçirilməsi, həmin xəttin onlara həvalə olunması məsələsi müsabiqə yolundan həyata keçirilir. Və daşıyıcılar bu fikirlər, bu qərarlarında sərbəstdirlər. İstədikləri, istər özəl daşıyıcılar olsun, istər dövlət şirkəti olsun, hər bir müsabiqədə iştirak edə bilərlər. Sözsüz ki, şərtlərə uyğundur. Yəni Bakubas arxada saxlanılmayıb, hər hansısa bir qadağa tətbiq olunmayıb. İstər Bakubas, istər də digər şirkətlər. Bəli, digər şirkətlər müsabiqədə iştirak edirlər. Növbəti sualımız belədir. Niyə 66 saylı marşrutun xidmətinə və intervalına nəzarət etmirsiniz? 66 saylı marşruta niyə hələ HC45 markalı avtobusdan verilib? Qeyd edim ki, bir qədər öncə daşıyıcı tərəfindən həmin marşrut üzrə yeniləmə həyata keçirildi və 2025 istehsal olunan Isuzu markalı avtobuslar xəttə daxil edildi. Dediyim kimi, həmin marşrut üzrə avtobuslar 5-6 dəqiqə intervalla fəaliyyət göstərir və buna baxmayaraq daşıyıcı tərəfindən həmin avtobusların bir müddət sonra gələcəkdə yenilənərək daha yeni avtobusların əvəz edilməsi nəzərdə tutulub. Əməlim, təşəkkür edirəm. Suallar bilmirəm, yordu bəlkə sizi, amma məncə yetərincə açıq və aydın şəkildə cavabladınız. Növbəti proqramlarımızda yenidən sizi görmək xoş olur. Çünki yenilənir, daima yenilənirsiniz və suallar da ona uyğun formada gəlir. Məncə də düşünürəm, suallara ətraflı cavab verə bildiyim və yəni onu demək istəyirəm ki, həm izləyicilərimiz, vətəndaşlarımız, sərnişinlər bilsinlər ki, Ayna tərəfindən bu işlər davamlı şəkildə gedir və bizim də elə hədəfimiz, bizim elə gördüyümüz iş yeniləməni daha keyfiyyətli xidmət həyata keçirməkdir. Bir məqamı da qeyd edim ki, Aynan tərəfindən görülən işlər mütəmadi gedir və biz geriyə baxsaq, bir neçə il öncə həm keyfiyyət dəyişikliyi olub, eyni zamanda həmin ictimai nəqliyyata cəlbedici artıb və sərnişin sayında da kifayət qədər artım olmuşdur. Yəni düşünürəm ki, bu proses daha davamlı şəkildə gedəcək və gələcəkdə sərnişinlərimizə daha yaxşı da, bundan da yaxşı xidmət göstərə biləcəyik. Təşəkkür edirəm. Bizdən soruşun, ilk proqramını izlədiniz. Bizimlə bu dəfəki qonağımız Aynanın Sərnişin Daşımalar Departamenti və İctimai Nəqliyyat Şöbəsinin rəhbəri Emin Məcdov idi. Siz isə izləmədə qalın. Aynanı sosial şəbəkə platformalarından izləyin. Rəy bölmələrində mövzularınızı qeyd edin. Biz isə növbəti dəfələrdə onları cavablandıraq. Sağ olun, xudahafiz.